Getdik. Maraqlı bir sual nümunəsinə baxaq. OTK 2024-cü il sualıdır. Tələffüzü zamanı səslərin sayı hərflərin sayına fərqlənməyən cincirtli samitlə bitən sözləri müəyyən edin. Mən bu şərtdən başa düşdüm ki, mən ancaq tələffüzlərə baxacağam. Yazılışla işim yoxdur. Mənə yazılış o vaxt lazım olur ki, ahəng qanunu heç vurğu məndən soruşsa. Təəssüf sözünün tələffüzü təəssüflə. Bunun səbəbi nədir? İki qoşa sait yanaşı işlənərsə yazılışda biri düşür və uzanma baş verir. Lə qoşma olsun, bağlayıcı olsun, zərf düzəldən şəkilçi olsun, nən kimi tələffüz olunur? Məsələn, qız ilə, qızla, zorla, zorla. Burada isə zərf düzəldənlərdir. Bunun asan yolunu da deyim. Əgər la, lə şəkilçisi mücərrəd sözə qoşulubsa, təəssüf bildiyimiz kimi təəssüf mücərrəd sözdür. O zaman zərf düzəldir. Təəssüflə. İkinci, odun, nuh kimi tələffüz olunur. Bunun səbəbi, əgər söz nəzarətdən sözünü yazaq, nəzarətdən plus s və ş. Nəzarətdən sözündəki samitlərlə bitən sözlərə və s-şı ilə bitən sözlərə və odun n ilə bitir. L ilə başlayan şəkilçi əlavə olunduqda o n, r, d kimi və yaxud da bu luq, d, r, n kimi tələffüz olunur. Q isə özündən sonra, qdan sonra heç nə gəlmədiyi halda x kimi tələffüz olunur. 3. Gəlir, siz. Sinis şəxs sonluğu və d şəxs sonluğu sinis, siz kimi, d isə d kimi şəxs sonluğu olanda tələffüz olunur. Gəlir, siz. 4. Sas. Çünki yenə 2 dənə qoşa sait yanaşı işlənəndə biri düşür və uzanma baş verir. 5. Şairdilər. Bunun səbəbi nədir? Müxtəlif cinsli sait qoşalığı. Yadınıza saxlayın. Əgər müxtəlif cinsli sait qoşalığının tərkibində i varsa, görürsünüz, i var. I varsa ortasına y girir. Şair, dir, bayaq dedim, şəxs sonluğudur. R düşəcək və lər. Şair, dilər. İndi bizə dedik ki, səslərin sayı hərflərin sayından fərqlənməyəm. Burada fərqlənmir. Çünki bir düşmə var, bir artma. Bunu baxacağıq. Odunluqda fərqlənmir. Gəlir, sinizdə fərqlənir. Çünki gəlir, siz, səs düşmü baş verir. Buna baxmayacağıq. Saatsazda fərqlənir. Səs düşmü baş verir. Baxmayacağıq. Şair dillərdə biri artır, biri amma düşür. Buna da baxacağıq. Amma ikinci şərtimiz bizə deyir ki, cincirtli samitlə bitən. N cincirtlidir. Götürəcəm biri. X çardır. Götürməyəcəm. Bir də R cincirtlidir. Götürəcəm. 1, 5. Cavab D variantı.